Salam əziz dostlar. Bugün təqdim edəcəyimiz video material yenə də gündəmdə olan məsələ barəsindədir. Yəni dabaq xəstəliyi haqqında olacaqdır. Dabaq xəstəliyi haqqında suallar çoxdur. Soruşulan suallara cavab vermək məqsədi ilə əvvəlcə dabaq xəstəliyinin haqqında biraz məlumat verək. Belə ki, dabaq xəstəliyi bildiyiniz kimi heyvanların, xüsusən cütdıraqlı heyvanların, yəni iri-bürclü heyvanların, xırda-bunculu heyvanların, qoyunların, qismən keçilərin və dəvələrə aid olan bir xəstəlik, marallara, dəvələrə aid olan bir xəstəlikdir. Dabaq xəstəliyi heyvanların deməli virus xəstəliyidir, çox şiddətlə yayılan kontagioz virus xəstəliyidir. Dabaq xəstəliyinin virusu deməli Zeysin və Valtermanın süzgəcindən keçən viruslardır. Dabaq xəstəliyi çox şiddətlə yayılan bir xəstəlikdir. Yəni heyvanlar arasında çox şiddətlə yayılaraq, tez bir zamanda yayılaraq, deməli heyvanların dırnaq nahiyəsində, ağız nahiyəsində, dilin üstündə və bəzi hallarda da yerində yaraların əmələ gəlməsi, yəni aftaların əmələ gəlməsi ilə səciyyələnir. Bu aftalar sonradan demək olar ki, böyüyüb partlayır və virusu ətrafa yayaraq xəstəliyin yayılmasına münbit şərait yaradır. Dabaq xəstəliyinin növləri, tipləri çox var. 9 tipi var. Əvvəlcə AO tipi mövcudur. Sonradan SAT1, SAT2, SAT3 tipləri meydana gəldi və nəhayət Asiya 1, Asiya 2 və AO tipi də meydana çıxdı və bu beləcə dabaq xəstəliyinin 9 tipinin olduğu məlum oldu. Yəni dabaq xəstəliyinə qarşı profilaktik məqsədlə ümumiyyətlə ölkəmizdə və bütün təsərrüfatlarda profilaktik məqsədlə peyvənd olunur, peyvəndləmə aparılır. Bu peyvənd xəstəliyin qarşısını almış olur. Son dövrlərdə yayılmış dabaq xəstəliyi isə demək olar ki, bir neçə tipin qarışığı olduğuna görə çox çətinliklə müalicə olundu və təsərrüfatlara xeyli iqtisadi ziyan vurdu. Gördüyünüz bu dərmanlar, yəni dabaq xəstəliyi müalicəsində istifadə olunan dərman preparatlarıdır. İndiyədək yəni fermerlər, fərdi heyvan sahibləri bunlardan istifadə ediblər və bu dərmanları tanıyırlar, dərman preparatlarını bilirlər. Yəni telaketdən istifadə olunub, tərkibi telazin tartarat və ketaprofen ibarət olub. Sonra oksimak spreyi çox gözəl müalicə bir vasitədir. Yəni oksimak spreyinin tərkibi oksitetrasil hidroxloriddən və florfenikoldan ibarətdir. Deməli, oksimak spreyi demək olar ki, dabaq xəstəliyinin müalicəsində əvəz olunmaz bir preparatdır. Gördüyünüz bu preparat, yəni belə bir gözə gələn bir qabda qablaşdırılmış və müalicədə çox gözəl effekt verən bir preparatdır. İndi daha bir preparatı sizə təqdim etmək istəyərdik. Yəni dabaq xəstəliyinin müalicəsində daha da effektiv müalicə almaq üçün effektiv müalicə indiyədək alınıb. Yəni daha tez və operativ nəticə əldə etmək üçün xəstəliyin müalicəsində gördüyünüz bir Oximax preparatı var. Oximax preparatı tərkibi oksitetrasil hidroxlorid, florfenikol və ketaprofendən ibarətdir. Yəni bu demək olar ki, telaketlə eyni xüsusiyyətə malikdir, ancaq bunun tərkibində florfenikolun olması deməli xəstəliyin müalicəsində daha effektiv nəticə əldə etməyə imkan verir. Deməli, Oximaxın iynəsi ilə Oximaxın spreyinin istifadəsi dabaq xəstəliyinin müalicəsi zamanı daha tez və effektiv nəticə əldə etməyə imkan verir. Bunu özümüz yəni sınaqdan keçirmişik. Bunun deməli tətbiqini təsərrüfatda fermerlərə, heyvan sahiblərinə və eyni zamanda həkim həmkarlarıma tam əminliklə məsləhət görə bilərdik.